Bir yazıcı bir əsər yazır. Həmin əsərində Hitlerlə oyun oynayır. Bir müddət sonra isə intihar edir. Kimdir o? Avstriyada Yəhudi ailəsində doğulan, nasistlərin hakimiyyətə gəlməsi ilə Salzburqdakı evində axtarışlara məruz qalan, bu səbəbdən Braziliyaya köçən və sürgün həyatı yaşayan, ömrünün sonuna dək müharibə əleyhidarı olan, Avropanın gələcəyini ümidini itirdiyi üçün həyat yoldaşı ilə birlikdə intihar edən Stefan Zweig'dir. O, vida məktubu hesab edilən sonuncu əsərində 3-cü Reyxin birinci şəxsinə şahların oyunundan dərs deməyi unutmur. Təbii ki, söhbət şahmat novellasından gedir. Təsadüf elə gətirir ki, sərnişin gəmisində 2 nəfər şahmat taxtasının arxasına oturur. Onlardan biri Zweig'ın, digəri Hitlerin prototipidir. Onlardan biri dünya çempionu olmasına baxmayaraq, emosiyasız, küt beyin, yalnız qaydalar daxilində işləyən, şəxsi fikri olmayan, incə sənətdən və insanlıqdan uzaq, şahmatdan başqa heç nədən başı çıxmayan Çentoviç obrazıdır. Digəri isə təzyiqlərə məruz qalan, təcrid edilən, uzun müddət təkrarlanan fikirləri ilə baş-başa qalan, az qala havalanmaq səviyyəsinə çatan, təsadüfən əlinə keçən şahmat kitabı sayəsində xalis dəliyə çevrilməyən Dr. B-dir. Dr. B mədəniyyəti, incə sənəti, insanlığı təmsil edir. Yeridilən ideologiya ilə bağlı şübhəyə düşür, götür-qoy edir. Çentoviç isə bunun tam əksinə, sistemin itaətkar quludur. Başını aşağı salıb şahmat oynamaqla pulunu qazanır. Monoman insanlar kimi ideyaya qapılıb. Dr. B-nin vəziyyətində görürük ki, düşüncələrin içinə həbs olmaq, onları dilə gətirə bilməmək ən böyük əsarətdir. Maraqlısı odur ki, hər ikisinin şahmat təhsili yoxdur. Çentoviç yanında oynayanların əlinə baxa-baxa öyrənib, Dr. B isə kitabda təsvir edilən gedişləri xəyalında canlandıra-canlandıra. Çentoviç şahmat taxtası olmadan oynaya bilmir, Dr. B isə hər yeri oyun taxtası halına sala bilir. Ədəbiyyatşünasların yalancısıyam. Deyilənlərə görə qarşılaşmanın baş tutduğu gəmi vətənsizliyi təmsil edir. Dünya çempionu kimi Çentoviçin şəklinin sabun reklamında istifadəsi Hitlerin yəhudiləri sabun köpüyünə çevirməsinə göndərmədi. İndi isə özümün yalancısıyam. Təkrarlanan fikirlərdən qurtulmaq üçün şahmat kitabının oxunması, sonra şahmatın özünün təkrarlanan fikir halına salınmasından belə bir mesaj aldım ki, bir kitabın insan həyatını dəyişdirməsi, onu xilas və ya məhv etməsi həmin insanın ruhi vəziyyətindən və şəraitdən çox asılıdır. Sonda qaraların qələbəsi yazıçının ümidsizliyinə, gələcəkdən heç nə gözləməməsinə işarədir. Burada isə fransızların bir məsəli yerinə düşər. Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz, ancaq şahmat novellasını oxuya bilərsiniz.